Bürclərin 27 aprel 3 may həftəsi üçün ən doğru proqnozu və həftənin ən şanslı, pulda ən şanslı və gərgin bürcləri. 27 aprel 3 may həftəsi astroloji olaraq yenilənmə, üstəgəl nəticə həftəsi sayılır. Bu dövrdə əvvəlki həftələrdə atdığın addımların nəticəsini görəcəksən. Xüsusilə pul və karyera mövzuları daha da ön plana çıxır. Aşağıda ən dəqiq həftəlik ümumi üstəgəl pul proqnozu verilir. Qoç, bu həftə sənin üçün aktiv və qərar doludur. Risk alsan qazana bilərsən. Pul, yaxşı şans var, amma düşünülməmiş xərclərdən uzaq dur. Boğa, sabitlik və güclənmə dövrüdür. Özünü daha güvənli hiss edəcəksən. Pul, artım var, xüsusilə şəxsi işlərdə qazanc var. Əkizlər, biraz qarışıqlıq olsa da həftənin sonu hər şey yoluna düşəcək. Pul, orta səviyyə, qəfil xərclər mümkündür. Xərçəng, şans sənin tərəfindədir, yeni fürsətlər açılır. Pul, güclü həftə, gəlir artımı mümkündür. Şir, özünü göstərmək istəyəcəksən, amma tələskənlik risk yarada bilər. Pul, stabil, amma diqqətsiz qərar zərər gətirə bilər. Qız, planlı hərəkət etsən uğuru qaçınmazdır. Pul, qənaət və düzgün qərar sənə qazandıracaq. Tərəzi, münasibətlər və ortaq işlər ön plandadır. Pul, başqaları vasitəsilə qazanc şansı var. Əqrəb, dəyişiklik və sınaq həftəsidir. Səbirli olmalısan. Pul, riskli dövrdür. Böyük xərclərdən uzaq dur. Ox atan, enerjin yüksəlir. Yeni planlar qurursan. Pul, kiçik qazanc, amma artım üçün zəmin var. Oğlaq, iş və məsuliyyət çoxalır. Əziyyətinin qarşılığını alacaqsan. Pul, stabil və yavaş-yavaş artan gəlir. Dolça, yaradıcı ideyalar pul gətirə bilər. Pul, gözlənilməz qazanc şansı yüksəkdir. Balıqlar, hisslərini güclənir. Qərar verməkdə tərəddüd edə bilərsən. Pul, orta, amma həftə sonu yaxşılaşma var. Həftənin pulda ən şanslı bürcləri, xərçəng, böyük qazanc və fürsətlər var. Buğa, sabit və artan gəlir var. Dolça, sürpriz pul var. Pulda ən gərgin bürclər, əqrəb, itki və səhv qərar riski var. Əkizlər, planlaşmamış xərclər. Şir, diqqətsizlik zərər verə bilər.